Dayanıb bir dağ kimi, dağlar boynunda şəki. Şəki Kiş çayının sahilində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Buranın təbiəti, meşələrlə örtülmüş dağları öz gözəlliyi ilə insanı valeh edir. Şəki Azərbaycanın ən qədim, ən gözəl şəhərlərindən biridir. Şəkidə arı təsərrüfatlarının inkişafı üçün münbit şərait var. Bozdağ arı cinsinin Qabaqtəpə və Şahdağ arı növləri inkişaf etdirilir. Rayonun dağlıq və dağətəyi əraziləri zəngin bitki örtüyünə malik olduğundan, əksər iri arıçılıq təsərrüfatları arıxanalarını mövsümə uyğun olaraq bir neçə dəfə köçürür. Bal arısı ailəsində işçi arılar ailəni qorumaq üçün zəhərli iynədən istifadə edirlər. Onların zəhər vəznində hazırlanmış arı zəhəri rəngsiz, şəffaf, özünə məxsus olan qatı mayedir. Acı dadı var. Arı zəhərinin mürəkkəb kimyəvi tərkibi əsasən zülallı maddələr, peptidlər, biaminlərdən ibarətdir. Mühüm bioloji təsiri olan apamin peptidində kükürdün olması əsəb sisteminə güclü təsir edir. Əgər orqanizmə böyük dozada arı zəhəri daxil olarsa, qıcolma baş verə bilər. Ən güclü ağrıkəsici vasitədir. O, qan eritrositlərini möhkəmləndirir, qan damarlarının travmalaşmasının müalicəsində əhəmiyyətli rolu vardır. Bu sinirlər qan dövranı və maddələr mübadiləsini təmin edir ki, o da insan orqanizminin bütün hüceyrələrinin normal fəaliyyətini tənzimləyir. Arı zəhərinin təsirindən xolesterinin miqdarı azalır, beynin fəaliyyəti artır, qanın qatılığı azalır. Eləcə də əzələ və sinirlərin həssaslığı bərpa olunur, sidik daşlarını əridib xırlamasını sürətləndirir. İştah və yuxunun yaxşılaşmasında arı zəhəri müsbət təsir göstərir. Qalxana bənzər vəznin böyüməsində, bronxial astmada, hipertoniyada arı zəhəri tez və yaxşı nəticə verir. Arı zəhəri ilan zəhərindən 30 dəfə güclüdür. Arı zəhəri ilə müalicə ciddi həkim nəzarəti altında aparılmalıdır.